Siberian Walnut şirkətində günəş sistemidir və orada dövriyyəni etmək çox çətindir deyənlər üçün növbəti bir aydınlatma gəlsin. Allahın izni ilə mən Şəliyevə Zənisə, Siberian Walnut şirkətinin premyer məsləhətçisi. Bu günlər sizə marketinq planımızda olan xüsusi anlayışları izah edəcəm. Siberian Walnut şirkətində bir məsləhətçi öz aktivlik balını qoruması üçün onu 100 bal etmək lazımdır. Düzdür xanımlar, və 100 bal etdikdə o kəşfekini 25% qazanır. Və əlavə olaraq da bəzi şirkətlərdə deyirlər ki 100 bal 100 manata bərabərdir, orada çox çətindir. Halbuki bəzi şirkətlərdə indi adlarını çəkməyəcəm, 50 bal 75 bala, 85 bala, 100 bala, 150 bal 150 manata bərabərdir. Amma Siberian Walnut şirkətində 100 bal tam 100 manat edir. 50 bal 50-54 manat civarında edir. Ona görə də Siberian Walnut-a qoşulmaq həm sağlamlığımızı, gözəlliyimizi qorumaqla, həm də büdcəmizə qənaət edib qazanc əldə etmək çox rahatdır. Bizdə Siberian Walnut şirkətində zəncirvari struktur deyil, günəşvari strukturdur. Gördüyünüz kimi hər bir məsləhətçi, hər bir əməkdaş özünə xəttlər qoşur. Heç kəsə başqa insanlara xətt qoşmağa ehtiyacı yoxdur. Və siz artıq özünüzə ikinci, üçüncü dərəcə qollar qoşmadan bu ilk xəttlərinizdən qazanclarınızı əldə edirsiniz, maaş dərəcəsinə çatmadan. Və təbii ki, Siberian Walnut şirkətində sizin balans pullarınız həmən nağdlaşdıra bilər. Hətta komandanız olmadan siz özünüz şəxsi 100 balınızı öz alış-verişlərinizlə etdikdə 25% kəşfekinizi qazandıqda biz sizə onu azayan olaraq, manat olaraq nəqdləşdirə bilərik. Gəlin bu günləri baxaq. Siberian Walnut şirkətində məsləhətçi faizləri nədir müştərilərdən? Siberian Walnut yeganə şirkətidir ki, hansıdır ki, müştərilərimizin etdiyi dövriyyə məsləhətçinin birbaşa şəxsi dövriyyəsinə bağlıdır. Yəni, məsləhətçi hər bir müştərinin balını öz şəxsi dövriyyəsi kimi qəbul edir və onlardan hətta qazanc da əldə edir. Siberian Walnut şirkətində məsləhətçi öz şəxsi dövriyyəsinə görə tək özü öz koduna vurduğu 100 balına görə 25% kəşfek əldə etdikdə, öz müştərilərin etdiyi dövriyyəsinə görə, halbuki bizim müştərilərimiz bilirsiniz ki 30 balda 5% kəşfek qazanır, 50 balında 10% kəşfek qazanır, 100 balında isə 15%-ə qədər kəşfek qazandığı halda şirkət bizim məsləhətçilərimizə də onun müştərilərinin etdiyi dövriyyəsindən belə kəşfeklər verir. Bu, hər bir əməkdaşa aiddir. Yəni, fərqi yoxdur. Siz bir ay Siberian Walnut-a qoşulmuşsunuz, 1 il, 10 il fərqi yoxdur. Demək, dərəcəviz olmadan BT1000 dərəcəsinə, 2500, 5000, 10000 dərəcəsinə çatmadan siz hər bir müştərinizdən faiz çəkə bilirsiniz, kəşfek faizi. Siberian Walnut şirkətində siz məsləhətçi olaraq müştərini bura gətirdiniz, ona bonus kartı əldə etdirdiniz və o sifariş etdikdə öz qazancını, öz kəşfekini aldıqdan şirkət sizi də ödülləndirir işinizə görə, məsləhətlərinizə görə və sizə də kəşfek verir. Bizim bir müştərimiz 30 bala qədər, 30 bal daxil olmadan 29 bala qədər məsələn alış-veriş edirsə, şirkət bizə onun tam 25% kəşfekini bizə verir. Müştərimiz 30 baldan 49 bala qədər alış-veriş etdikdə şirkət bizə 20% kəşfekini verir. Şirkətimizdə müştərimiz 50 baldan 99 bala qədər, xırdalığına qədər izah edirəm, 50 baldan 99 bala qədər alış-veriş edəndə şirkətin özü 50 balda 10%-ni əldə edir. Məsləhətçi isə 50 baldan 99 bala qədər 15% kəşfekini alır. Və bizim müştərilərimiz 100 baldan 199 bala qədər alış-veriş etdikdə onun 10%-ni Siberian Walnut şirkəti məsləhətçiyə verir. Və gördüyünüz kimi bizim nə qədər çox ilk birinci xəttlərimiz olsa, biz o qədər də çox gəlir əldə etmiş oluruq. Və məsələn, mən bir məsləhətçi olaraq bu ay öz adıma, məsələn deyirəm, 10 ballıq alış-veriş etdim. 10 ballıq alış-veriş etdim və mənim xırda müştərilərim də cəmi 90 bal alış-veriş etdikdə mənim 10 balımla 90 bal üstə gəl olanda 100 balı mən tamamlamış oluram və mən bu ay məsləhətçidən qırılmamış sayılıram. Bir məsləhətçi 6 ay ərzində bir dəfə belə məhsul vursa ona kifayət edir.
həm maaşını almağı, həm də ki faizlərini əldə etməyi müştərilərindən. Sadəcə olaraq, əgər bizim məsləhətçimiz tam istəyirsə 25%-ni rahat şəkildə almaq, ondan sonra şəxsi debütə qoşulmaq istəyirsə, klub 200-ə qoşulmaq üçün, klub 500-ə qoşulmaq üçün, klub 1-ə qoşulmaq üçün bunlar haqqında da əlavə deyəcəm sizə. Bunlar Siberian Wellness şirkətinin məsləhətçiləri üçün olan aksiyalardır, rekruting aksiyalardır. Bunlara qoşulmaq üçün öz şəxsi müştərisiz 200 balını tam etməlidir. Ona görə də, yəni unutmayın ki, Siberian Wellness şirkəti qazandıran şirkətdir.